Hər dəfə çətin suallar izah edirik. Uşaqlar mənə deyir ki, ara bir asan suallara da bax ki, gəlim bir dənə belə asan sual göstərim sizə. 18-ci sual deyir ki, induksiyası 20 milli Tesla olan bir cisim maqnit sahəsinin induksiya xəttlərindən paralel istiqamətdə 10 üstü 7 metr bölü saniyə sürətlə sahəyə daxil olan 10 mikrokulon yükę malik zərrəciyə təsir edən Lorentz qüvvəsi nəyə bərabərdir? Biz Lorentz qüvvəsinin deməli düsturunu F Lorentz bərabərdir Q və B sinus alfa olaraq bilirik. Bizdən induksiya B-ni verib, V-ni verib, Q-nu verib. Bunları hamısını bir-birinə vurarıq və cavab nədirsə onu yazmarıq. Sualın gözəlliyi ondan ibarətdir ki, bu boyutda sualdır. Bir dənə paralel istiqamətdə deməyi o deməkdir ki, paraleldə sinus ya 180 dərəcə ya da 0-a bərabər olur və sinus əgər ya 180-da ya 0-da bilirik ki, 0-a bərabər olur. Q və B sinus alfa olduğuna görə də 0-a bərabər olduğuna görə nəyi 0-a vursaq 0 edər. Deməli, Lorentz qüvvəsi nəyə bərabərdir? C variantı 0. Bu da yüklü zərrəciklərin maqnit sahəsində hərəkəti Lorentz qüvvəsi 2023 fizika test toplusunda olan ikinci hissəyə aid sualıdır. Birinci qruplar üçün izah elədim. Təşəkkürlər.